Gelsin sual. 8 Ben 9 var. hə Hə, 8 hamısı məndə. sırayla idi. Yenə uşaqlar bu miqdar göstəricilərini keçəndə danışdıq. Dedi ki, something törəmələr həmişə təkdə olur. Yəni bunun xəbəri təkdədir. Bu bir. İkincisi də ki, what deyə nisbə vəzim yoxdur. Yəni mən botlarımı çıxacağam. Qaldı mənim that, which, who. Something nəsə deməkdir. Yəni əşya mənasındadır. Əşyaya who demərəm. Çünki who insana aiddir. Geriyə qaldı B bəndim, bir də D bəndim. İndi yaxşı. Mənim dedim ki, something törəməlisə xəbərim təkdə olur. D bəndində xəbər Cəmdə B. cəmdədir. Cəmdə olduğu üçün təkdir. Ona görə cavabım olur B bəndi. Sonra 9 var. Keçdik 9-a. Ay, hara getdim o? Hə, 9-a baxırıq. Cheese yenə cansızdır. Liboy cansızdır. Which qoyulur, which yoxdursa zət Saat qoyacaqsan. qoyulur. O da D bəndindədir. Bəli. Həmişə deyirdim ki, tələbələrin əksəriyyəti səhv salır. Görür ki, cansızdır, which yazmalıdır. Variantda which yoxdur, qaçır in which yazır. Çünki öyrənməyib, əzbərləməyib ki, where-in əvəz ediciləri nələrdir. Where ilə in which bir-birinə bərabərdir. Bir sualında iki cavabı olmaz. Sən bura in which yazsan, where də yazarsan. Çünki o ikisi bir-birinə bərabərdir. 10 var, 12 var mənim. 12. 12, 12. Hadi bak. Hə. Cümlənin axırında ini görürsünüz. Aha, bəli. Demişik ki, cümlənin axırında, əvvəlində sənə in verəndə, sən bu boşluqda which yazacaqsan. Which-indir cavabın, which. Mən mübtədanı gördüm. Dedim yəqin ismdən sonra da mübtəda gəlibsə artıq. Ay hə, o cansızlıq ona görə hu olmaz. Ay tamam bilmirəm. Bu olmaz. Who-nu insana aid olanda qoyuruq. Məkanlardan söhbət gedəndə qulaq asın. Boşluqdan əvvəl məkan yazılsa, boşluqdan sonra mübtəda və xəbər varsa, ora where qoyursan. Amma where-in əvəz ediciləri var. In, which, which-in, that-in, on which və s. Cümlənin sonunda in varsa və ya əvvəlində in varsa, sən ora which yazacaqsan. Cavab olacaq which. Sual. 14 mənim. 20, 14. Bəli. 14. 14'də who yazmısan, yoxsa whom? 14-də heç nə yazmamışam. Niyə? Boşluqdan əvvəl nə gəlib uşaqlar? Player. Player nədir? Player yazdı da Oyuncu. desəm. Düzdür? Oyuncu. Nədir bu? Bəli. Canlı. Bu nədir? Müftədə xəbər. Bəli. Belli olanda nə qoyurduq? Home. Whom qoyurduq. Yaxşı. Mən demişdim ki, whom qoysam bura. Hı. Başqa nə qoyaram? Əvəz ediciləri whom-un nədir? Hu da qoya bilərik. Who, That. that, boşluq. Sənin variantda who da var. Niyə who-nu da qoymursan? Yaxşı. Niyə ancaq whom-u qoydun? Hudan Sən sonra whom xəbər qoysan ola başına. bilər axı həm də. Ona görə mən Who-dan sonra xəbər də olar, müftədə xəbər də olar. Çünki who-mu əvəz edə bilir. Yəni sənin burada müftədə xəbərin varsa, sən ora who da qoyarsan, whom da qoyarsan, boşluq da qoyarsan, that da qoyarsan. Bu o deməkdir ki, sən bura whom yazmaq istəyirsənsə, gərək who-nu da yazasan. Çünki ikisi də cavabındır. Bir sualın da iki cavabı olmaz. Deməli ikisi də səhvdir. Niyə səhvdir? iPhone işlədənlər bir açsın, baxsın telefonuna, görsün iTunes nədir? iTunes var burada. Multimedia proqramıdır. Player orada oynadan, yəni musiqi oynadan ola bilər, video oynadan ola bilər. Proqrama player deyir bu. Başa düşdünüz? Və proqramdan söhbət getdiyi üçün cansız olduğunu biləcəksən. Cansızdırsa which, yoxdursa əvəz edicisi. Özü varsa özü. Cavab olur Y bəndi. iTunes proqramdır. Player burada insanı bildirmir. Proqramı bildirir. Music player. Multimedia player. Mediadan söhbət gedir burada. 23. 20 mənim. 15 var 15. Hə, 15-də boşluqdan əvvəl insan, boşluqdan sonra isim İsim. gəlibsə, nə qoyacaqsan? İnsanla ismin ortasına nə qoyulur? Whose. Tələbə, kimin ki ana dili İspan dilidir? Whose deyəcəksən. Cavab olacaq B bəndi.
Ümumiyyətcə bu tip testlərdə demişdim necə yazırsınız çıxdaşla. Əgər sənin variantda who, whom, that üçü də varsa, deməli üçü də cavabın deyil. Çünki sən boşluğa whom yazsan, who da yazarsan, that da yazarsan. Çünki bu üçü eyni şey. Bir-birlərini əvəz eləyə bilir. Eyni qaydada boşluqda who yazsan, who'nun əvəz edicisi that'dir. Sənin də bir sualda iki cavabın olası deyil ki. Sən bura who yazsan, that da yaza bilərsən. Çünki that who'nu əvəz edir. Sənin də bir sualın iki cavabı ola bilməz. Deməli mənim bu da cavabım deyil, bu da cavabım deyil. Eyni qayda whom'a da aid. Bir boşluğa whom yaza bilirsənsə, ora that da yazarsan. Bir sualın iki cavabı olmaz. Yəni A bəndi getdi, Y bəndi getdi. Which insana aiddir, cansıza aiddir. Students canlıdır, getdi. Geriyə qaldı bir dənə bu bəndi. Cavab olur bu. Sual 20. 20. Hə, Burada miqdar mən göstərici. Hə. others'la another'ı atdım. Qaldı A, B, Y. Ondan sonrası what da qoymadım. Qaldı A ilə Y. Daha Deməli, bəli, mənim bot nisbə əvəzim yoxdur. Birincisi B-nə çıxıram. İkincisi, journals'ın axırında isə görürsən. Bu nə deməkdir? İsmim cəmdədir. Another'dan sonra sayılan tək isim gəlir. D bəndi getdi. Daha sonra. Başqa others'dan nə sonra qaldı isim burada? gəlməz. Z Bəli, variantında. Others'dan sonra isim gəlməz. C bəndi getdi. Qaldı A bəndi, Y bəndi. A bəndi ilə Y bəndi arasında nə fərq var? A ilə B, Y bəndi arasında Z artikılı fərqi var. Any'dən sonra article gəlməz. Samdan sonra article gəlməz. Yadınıza gəlir, keçən dərs danışdıq bunları. Any Z diye bir şey yoktu. Any aza deyərsən, promoy. No'dan sonra article gəlməz. Samdan sonra article gəlməz. Any'dən sonra article gəlməz. Törəmələrdən sonra article gəlməz. Cavab olacaq A bəndi. Any'yə görə mən avtomatik zaten Y bəndi, D bəndini çıxa bilirdim. Sonra 22 mənim. 22. Hə, 22 əslində asandır. Birincisi uşaqlar, over there nə deməkdir? Orada. Orada, yəni uzaqda. Mənim iki cür işarə əvəzliyim var. This və that. That nə deməkdir? O. This nə deməkdir? Bu. Yaxında olana bu deyirik. Uzaqda olana o deyirik. Yəni mən cümlədə over there işlətmişəmsə, orada, yəni uzaqda deyirəmsə, mən ora nə qoyacağam? That qoyaram. Çünki uzaqda olana that, o deyirik. Mənə desəydi right here, bu formada yazır. Right here. Düz burada deməkdir mənası. Buradadırsa yaxındadır. Yaxında olana this deyərəm. Sənə over there verən variantda this yazsa səhv. Z yazsa düz. Bir də mübtəda xəbərə baxacaqsan. Görün bunun mübtəda xəbərlə işləmək olur, yoxsa this zətə baxmaq lazımdır. Birincisi this təkdədir, özündən sonra tək isim gələcək. Cəm gəlsə səhv olacaq. Zətdən sonra tək isim gəlib. Düzdür. Amma insana which deməzsən səhvdir. What nisbə əvəzliyim yoxdur, səhvdir. Zeus, mən. Zeus cəmdədir, mən deməliydim. Mən yox. Mən nədir? Kişilər. Kişilər cəmdə, Zeus cəmdədir. Ona görə özündən sonra cəm gəlməliydi. B bəndi səhvdir, A bəndi səhvdir, C bəndi səhvdir. Qaldı D, Y. İndi D-də Zeus yazıb, Y-də Zeus yazıb. Tək fərq budur. Over there nədir? Orada. Orada deyirəmsə Zeus deyərəm, yoxsa Zeus deyərəm. Zeus. Zeus, bəli, cavab olur Y bəndi. Sonra 32. 32, 23. Hə. 23'də iki boşluğun ikisini də özümüz doldururuq. Bura bir dənə isim yazırsan, burada onun əvəz edicisini yazırsan. Yəni sən bura nə yazsan, bununla da onu əvəz eləyəcəksən. Baxırsan, someone insandır, hu ilə əvəz eləyərəm, A-nı saxladım. Ol insana aid edilə bilir. Hu ilə əvəz edə bilərəm, saxladım. No one heç kəs insandır, insana which demirik. S bəndi getdi. What deyə nisbə əvəzliyim yoxdur, Y bəndi getdi.
Boşluqdan sonra promil xəbər gəlib. Boşluqdan sonra mübtədə xəbər gələndə hum yazırdıq. Amma promil xəbər gəlibsə hum yaza bilmərəm. D bəndi getdi. Qaldı AB. İndi someone'ın xəbəri təkdə olur. Someone kimsə. Bir nəfərdən söhbət gedir, təkdədir. O isə bütün insanlar mənasındadır, cəmdə. Cəmdədirsə xəbərimin axırında S qoymaram. Amma təkdədirsə qoyaram. Ona görə mən təki seçməliyəm. Çünki xəbərin axırında S var. Xəbərin axırındakı S təkliyi bildirir. İsmin axırındakı S cəmliyi bildirir. Sənə burada no-nun axırında S verirsə, deməli təkdədir. Sənə gəlib tək qoyasan da törəmə. Törəmələr təkdə olur. Həmişə. 23, 26, 24'e bakabilir şu. miyim? Yo, 24 yazmışım 24'e bax. 25'e. 25'ten bakıp düz yazmışım valla. 25. Görürsen. 25 də bayaqki kimidir. Zis, bir də Zeus məsələsinə görədir. Heç burada Zeus var. Birincisi uşaqlar. Şipdən söhbət gedir burada. Qoyunlar həm otluyurlar, oğurlanıblar da. Yəni ikisində də xəbər şipə aiddir. Şip cəmdədirsə xəbərləri cəm götürəcəm, təkdədirsə tək götürəcəm. Baxırıq. Zis şip demişəm, cəmdədir. Şipin təki cəmi eyni olur da, ona görə bunu cəm götürəcəm. Cəmdədirsə gəlir iki xəbərim də cəmdə olsun. Word cəmdədir, amma has təkdədir. Xəbərin birini cəmdə, birini təkdə vermərəm. A bəndi səhv. Hı. B bəndi. Xəbərin biri, bu nisbə vəziyim yoxdur, heç B bəndən çıxıram. C bəndi. Xəbərin biri cəmdədir, digər də cəmdədir. Deməli, C bəndi düzdür. Götürdüm. D bəndi. Z şip. Qoyun təkdədir. Xəbərin birini təkdə vermişəmsə, digər də təkdə olmalıydı. Yəni, burada həz olmalıydı. D səhvdir. Y-də zis şip cəmdədir. Buradakı xəbər cəmdə olduğu üçün gəlib buradakı da cəmdə olaydı. Həv olmalıydı. Y bəndi də səhvdir. Cavab oldu C. Baxırıq 26-ya. 26 uşaqlar preposition qaydasıdır. Yəni bunu bilməməyiniz normaldır. Talk to ilə işlənir. To'lara baxacam ancaq. B bəndini silirəm, D bəndini silirəm. Qaldı. C bəndində what var. What-da nisbə vəzim yoxdur. Silirəm. A ilə Y. Manager insandır, which demərəm. Geriyə qalır Y bəndi. Boşluqdan sonra mübtəda və xəbər hər ikisi varsa, mən burada nisbə vəzi ixtisara sala bilirəm. Yəni, the manager who I talk to da deyərəm. The manager I talk to da deyərəm. İkisi də düz. Yazmayıbsa, düz götürəcəm. Çünki belə də yazmaq olur. Bir dənə orada talk'un to'suna baxmaq lazım idi. Onda hələ mövzuda preposition yoxdur da, keçməmişik. Böyle Yazmasanız bir variantı normal niye olacaq. olmur? Ondan sonra mübteda haber Whom I lütfen. talk to olmalıdır. Talk to. Ha, bildim, tamam. Preposition'da inşallah bunu keçəcək. Talk to ilə işlənir. 27'e bakabilirim. 27. Bəli. Lions are animals. Lions nədir? Diyor. Şir. Her Ona şey. which deyəcəm, düzdür? Bəli. Və ya əvəz edicisi zət deyəcəm. İndi lions are animals cəmdədirsə, which deyərəm. Amma S ilə demərəm. Xəbərim S olmaz. Çünki animals cəmdədir. İsmin axırında S olanda xəbərin axırında S olmur. Ona görə əvəz edicisi B deyəcəm. Sən nə yazmışsın ora? Ben bura D yazmıştım. Y. The variantı. The, live deməzsən. Çünki nəyə görə? Live yazdım. Tutaq ki, live yazdım bura. Düzdür, Aysəriyə. Bəli. Live yazdım. Boşluğum buradadır. Sən boşluqdan sonra nə yazdın promoya? Xəbər. Boşluqdan sonra xəbər gələndə biz orada nisbə vəzi ixtisar eləyə bilmirik. Boşluqdan sonra gərək mübtəda xəbər gəlsin ki, sən orada ixtisar eləyə bilərsən. Yəni, bunun qabağına nəsə yazılmalıydı. Which və ya Z. Sən nə vaxt which-lə Z ixtisar eləyərdin? Burada tək xəbər yox, həm də mübtəda da gəlsəydi. Məsələn, yazsaydı I live, tutaq ki, bu mübtəda xəbərdir, düzdür? Mübtəda Bəli. xəbərin qabağında mən nisbə vəzi ixtisar eləyə bilirəm. Yəni, yazmaya bilərəm. Amma təkcə live verilibsə, mən ixtisar eləyə bilmərəm. Burada nisbə vəzi yoxdur deyə bu səhvdir. Bəs C niye olmadı? C. Aha. Z nisbə vəzikdir bəyəm.
Hə, Lions tamam. are animals. Tərcümə elə bir dənə. Şirlər heyvanlardır. Onlar şirlər heyvanlardır. Onlar nə bilim Afrikanın mərkəz şimalında yaşayırlar. Hansılar ki Afrikanın şimalında yaşayırlar deməliyəm. Onlar mənim nisbə vəziyim deyil. Tamam, bildim mən. Sağ ol. Bura nə vaxt zey deyərdim bilirsən? Lions are animals that heç onu da deməzdim. That live in the central nə bilim Afrika tutaq ki. Yenə burada zeyin yeri yoxdur heç bir halda. Çünki animals özü zaten mübtədadır. Lions'dan söhbət gedir də. Lions mübtədadır, zey də mübtədadır. Bir cümləyə iki dənə mübtəda qoymaram. İki dəfə qoydum səhv. Biz burada bilirsiniz niyə şəxs əvəzi yazmırıq, nisbə əvəzi yazırıq? Çünki nisbə əvəzliklə mübtədanı əvəz edir. Əvəz elədiyi üçün elə bir ona prosta sual verirsən də cümlənin içində. Bir də var ikinci mübtədanı gətirdin yazdığın yerinə. Bu əvəz eləmir. Bu ikinci dəfə yazılmış oldu. Bir cümlədə iki dənə mübtəda olmaz. Onlar ayrı-ayrı cümlələrdə, amma bir cümlənin içində olmaz. Sual. 32 hələ də. 31 32. xatırlayıram. 32-dən qabaq yox idi ki? Bir var mənim. 31, 32 baxırıq. Sing əşyadır. Deməli mən burada nə qoyaram? Which, that, boşluq. Niyə boşluq qoyuram? Çünki mübtədəm də var, xəbərim də var. Mübtədə xəbər olanda boşluq seçirəm, which seçirəm, bir də z. Which'im yoxdur. Ancaq z'im var, boşluğum var. 1-5. 32-də letter nədir? Müəllim, orada deməli mən məktublarda mən orada bilirsiz nəyə başa düşmədim. Which-lə Z-i seçmişdim, amma 5-i də seçmişdim. Oradakı formu mübtəda kimi işlədə bilmirik biz. Yox, Fo form xəbərdir. Hə, orada xəbər mənasındadır. Hə, Mən elə bildim xəbərdir. şeydir, anket form o mənadadır elə bildim Yox, mən. form deyil. Form an important part deyir ki, önəmli bir hissəsini düzəldir mənasında. Feildir bu. Feil olduğu üçün sən orada boşluq seçə bilməzsən. Hə, indi başa Xəbərdir də düşdüm. təkcə. Mən onu o anket kimi başa düşmüşdüm. Dedim Elə orada. tələbələrdən kim onu səhv yazıbsa, hamı onu isim kimi başa düşüb səhv yazıb. Sual. Otuz 39'a bakabiliriz. 5 var mənim. 35, 39. 35. Məndən sonra nə qoyarsan? Mən insandır. Burada da xəbər gəlib. İnsanla xəbərin ortasına nə qoyulur? Hu. Bu. Who qoyulur. Who bir dənə B bəndində var. Cavab olacaq B bəndi. Who is the man who is looking through? Burada Mənim sualdır. Burada da əvəz edicidir. Əvəz edici kimi qoyacaq. mən də B variantı yazmışdım. B-də cavab. İlk. Cavab B-dir. Sual. 39. 37 var öncə əgər baxa biliriksə. Baxaq. 37 tərcümədir. Sən deyir Edwardın ad gününə nə alırsan? Nə nədir ingiliscində what? Sən nə alırsan Edwardın ad gününə? Yəni for his birthday, Edwardın ad günü. Sən nə alırsan? What will you buy? O da hardadır? What will you buy his birthday? B bəndində. Hə, A yazmışdım. Düşünməli Yox. vatı. Hə, anla başa Zət düşdüm. nisbə əvəzlikdir. Əvəz edici kimi. Yəni zətin qabağında nəsə yazmalısan. Amma cümlənin qabağıdır bu, görürsən? Cümlənin qabağıdırsa mən burada sual sözü yazmalıyam. Çünki tərcümədir bu. Nisbə əvəzi özdən əvə gəl ismi təyin edir. Müəllim, Gərək axı qabağında nəsə nisbə isim versin. əvvəldə gələ bilər, amma nisbə və əvəzlikdir. Nə? Which. Which nisbə? Hə, which? Ümumiyyətcə cümlədə təkcə nisbə əvəzi olmur. Həm də sual sözü olur. Bəli. Which-in bir hansı mənası var? O sual cümlələrində inşallah keçəcək. Yəni cümlənin qabağında gəlir, olur sual sözü. Çünki baxır yerinə. Amma zət nisbə əvəzlikdir. Bir də işarə əvəzliyi. Zətdən ya sonra isim gəlməlidir, ya da əvvəl isim gəlməlidir. 38-ə baxa bilərəm mən. 38. Hə, uşaqlar. 38-də görürsən buranı.
Bəli. bu boşluğu. Boşluqdan əvvəl isim var? Xeyr. Yox. Demə tərcümə yazacaqsan. Mən gördüm ki, siz futbol oynuyordunuz dünən. Sizin hansınız yaxşı oynuyorsunuz? Hansı nədir İngiliscə? Which of you? Bəli, which of you plays better? Sizin hansınız yaxşı oynayır? Diyeceksiniz ki, isim insana aiddir. Niye which yazdım? Çünkü which burada təyin edicidir, əvəz edici deyil. Sənə boşluqdan əvvəl insan versəydi, həmin o insandan sonra which yaza bilməzsən. Amma insanın qabağında which yaza bilərsən. Çünki bu təyin edicidir. Bu təyin edicidir, bu əvəz edicidir. Həm Bir, ifadə də var deyə idi, bir də which of you deyə. onu Bəli, deyəcəkdim ki, which of you müəllim. ifadəsi var. Which of'un xəbər təkdə olur, which of you sizin hansınız mənasında. Belə bir ifadəmiz var bizim. Kimsə nəsə deyirdi. Which idi də orada onsuz da offla, inlə işlənən. Ona görə mən Bəli, bir düşündüm dənə də. offla işlənən which'dir zaten. Bu prosta preposition qaydası deyə bunu hamı bilmir. Sonra 39-da Y yazmışam. Bu elə bil 37-ci kimi baxsaq niyə olmur ki, Y old kimi, mübtəda kimi niyə qoysaq? olmur? Çünki singin axırında esi görürsən, Hə, xəbərim, təkdədir. xəbərim təkdədir. Olun xəbəri cəmdə olur. Mənə lazımdır xəbər təkdə olsun. Which of-un xəbəri təkdədir məsələn, düzdür? Which-in xəbəri təkdədir, which-dən verə bilərəm. Hə. Sənin sinifində hansı şagird bu mahnıları yaxşı oxuyur? Which people in your class? Axırda S var deyə mən onu seçə bilmirəm. Buradan S-i silsəydim, cavab Y bəndi idi. S-i qoyduğum üçün cavab oldu B bəndi. Başa düşdüm, çox sağ olun. Sən də sağ ol. Sonra sual var şu an. Yoxdur deyəsən. Kiminsə nəsə sualı qaldı mı? Qaranlıq qalan bir məqam qaldı mı? Əsas məsələ. Sizin başa düşməyinizdir. Mənim danışmağım yox. Bugün sabah gedib siz yazacaqsınız bunu imtahanda. Yaxşı. Heç kimdən səs çıxmır. Bunu hə olaraq qəbul edirəm. Modal felləri keçəcəm. Bugün bu modalın. Neçə dəqiqə? PDF açım. Ekranı görürsünüz. Hə, yoxsa yox. Görünür müəllim. Əla. Deməli, modal fe'lər ən sadə qaydalardan biridir. Modal fe'lər haqqında qısa konkret danışacağım. Bizə burada bunların tərcüməsi lazım deyil. Hansında məcburiyyət bildirir, hansında məcburiyyət bildirmir. Bunlar bizə lazım deyil. Biz burada əsas özündən sonra nə gəlir və ya özü necə işlənir. Bunu bilək bəs edir. Baxırıq. 8 dənə modal fe'limiz var. Sən bilməlisən ki, 8 modal fe'ldən 3'ü to ilə işlənir. To be able to birincidir. Have to ikincidir. Ought to da üçüncüdür. Yenə başa qayıdıraq. 8 dənə modal fe'limiz var. 8 modal fe'ldən cəmi 2 dənəsi sual inkarı özü ilə düzəltmir və istənilən zamanda istifadə oluna bilir. Digər modal fe'llərin hamısının sual inkarı özü ilə düzəldir. 2 dənəsi sual inkarı özü ilə düzəltmir və istənilən zamanda ola bilir. Amma qalanları ya ancaq indiki zamanda olur, ya da keçmiş zamanda. İstənilən zamanda ola bilmir. Məsələn, gələcək düzəltmir, bitmiş zaman düzəltmir. Bunlardan danışacağıq. Başlayırıq can modal fe'lindən.
Hansı modal feilin yanında keçmişi yazılıbsa, deməli həmin modal feil bir indiki zamanda istifadə olunur. Bir də keçmiş zamanda. Çünki bunun bir indiki zamanı var, bir keçmiş zamanı. Kən bacarmaq bilmək deməkdir. Keçmişi varsa, bu deməkdir ki, bir kəni indiki zamanda, bir də keçmiş zamanda istifadə edəcəm. Bütün modal feillər kimi bunun da sualı inkarı özü ilə düzəlir. Yəni mən bunu inkarlaşdırmaq istəsəm deyəcəm I cannot. Sual yaratmaq istəsəm deyəcəm can I. So. Cümlədə can cümlənin qabağına keçəcək. Ha, bu cümləyə əsasən deyirəm. Ya I cannot solve deyərəm, ya da can I solve. Özü ilə sual inkar yaradırım. Gəldik ikinciyə. To be able to. To be able to'nu axırda danışacağım. Bir dənə mənasına baxaq. Görürsünüz bunu. Bacarmaq bilmək deməkdir. Can də bacarmaq bilmək deməkdir. Amma can ancaq indiki və keçmiş zamanda istifadə olunur. To be able to isə istənilən zamanda istifadə oluna bilir. Görürsünüz yazıb indiki, keçmiş, gələcək. Bunu birazdan danışarıq. Qısaları danışım, uzunları axıra saxlamışam. May. May modal feili keçmişi var. Bu nə mənaya gəlir? May bir indiki zamanda istifadə olunacaq. Bir də keçmiş zamanda istifadə olunacaq. Da başqa heç bir zamanda istifadə etmirik bunu. Sual inkarında digər modal feillər kimi özü düzəldəcək. Daha sonra must. Yaxşı baxsaz, görürsünüz ki, must'ın yanında keçmişi yazılmayıb. Boşdur. Must ancaq indiki zamanda istifadə olunur. Çünki bunun keçmişi yoxdur. Ancaq və ancaq indiki sadə zamanda istifadə olunur. Sual inkarını özü düzəldir. Yəni cümlədə must'ı mübtədanın qabağına keçirib sual yaradacağım və ya must'ın üzərinə not əlavə etməklə inkar yaradacağım. Başqa heç nə etmirsiniz burada. Ən sadəsi elə must. Daha sonra have to'dan da axırda danışacağıq. Həmçinin need-dən də. Keçək bu tərəfdə iki dənə modal feilimiz var. Onlardan danışaq. Biri should'dur, biri ought-dur. Should modal feili baxanda adam elə bilir ki, keçmiş zamandadır. Yazılış strukturuna görə də. Amma should indiki zamandır. Bunun keçmişi yoxdur. Yəni bu ancaq indiki sadə zamanda istifadə olunur və sual inkarını özü düzəldəcək. Ought to, have to və to be able to'dan fərqli olaraq ought to sual inkarı özü düzəldir. Have to ilə to be able to özü düzəltmir qəti şəkildə. Ought to da amma bu elə bil ki atıblar qırağa da. Have to ilə o to be able to heç bir iş görmür. Nə sual yaratmır, nə inkar yaratmır. Bunu da təkliyiblər, bu yazıq fağır bütün işi özü görəcək. Yəni, sualda ought cümlənin qabağına keçir, inkarda da ough'un üzərinə not əlavə edirsən. Sənə verir burada məsələn bir cümlə. You ought to come with us. Mən bunu inkarlaşdırmaq istəsəm yazacağım. You ought not to. Ought not to. Yəni, to ilə ough'un arasına notu yazacaqsan. Ought to not səhvdir məsələn. Və sualda da eyni qaydada ought cümlənin qabağına keçəcək. Ought you to come with us. Bu formada olacaq. Bunu nəyə görə deyirəm? Elə testlər var ki, ought to you come deyir. To'nu da keçirir cümlənin qabağına. Olmaz. Ancaq ought keçir. To olduğu kimi qalmalıdır. Əvvələ keçirsə səhv olacaq. Bunlar xırda modal feillər idi, asan versiyalar. İndi 3 dənə əsas modal feilim var. Hansılar ki, sənə həm sual cümlələrində, həm modalların testində, həm inkar cümlələrdə zamanlar da daxil olmalı lazımdır. Sən bunları bilməlisən. Əsas da inkar cümlələrdə qabağımıza çıxacaq. Bax, başlayırıq to be able to-dan. Gedək. Dedim ki, to be able to ilə have to istənilən zamana, şəxsə görə dəyişir. İndi dəyişdirək bunu istənilən şəxsə zamana görə. Baxırıq. Bu dəyişəndə ancaq qabağındakı to be dəyişir. Able to olduğu kimi qalacaq. Mənim ancaq to be dəyişəcək. İndiki sadə zamanda to be'nin iki forması var ümumiyyətcə. İndiki sadə zaman bir də keçmiş sadə zaman forması. To be indiki zamanda olur am is are. Keçmiş zamanda olur was were. Yəni ki, was were da to be deməkdir. Am is are da to be deməkdir. Yəni burada artıq bir şey yazmamışıq ha. Yəni to be'dir.
Prosta dəyişib. Necə ki, go, went, gone. Üç forması var. Üçü də amma getmək deməkdir, düzdür? Yenə, əmizar da to be deməkdir, was were da to be deməkdir. Olmaq. Şəxsi zamana görə dəyişdirək. İndiki sadə zamanda dedim ki, to be əmizara çevrilir. Olacaq əmizar, able to. Əmizar to be deməkdir. Yəni, bura to be able to yazmışam da, heç bir fərqi yox. İnkarda əmizarın üstünə not gələcəm. Sualda əmizar keçəcək cümlənin qabağına. Eyni qayda ilə keçmiş sadə zamanda. To be çevrilir olur was were able to. Sualda was were cümlənin qabağına keçir. İnkarda was were-ün üzərinə not əlavə etməklə düzəldəcəm. İndi gəldik gələcək zamana. Ümumiyyətlə to be asandır. Любой zamanın köməkçi feilini qoyursan qabağına, olur dəyişmiş forma. Gələcək zamanın konkret köməkçi feilləri var. Will shall. Sən cümlədə will shall-i yazmasan, bu cümlənin gələcək zamanda olduğu bilinməz. Yəni sən yazmalısan da bunu, başqa variant yox. Yaxşı, yazdım will shall-imi. Will shall to be-nin bir forması deyil. Bayaqdan deyirdim əmizar to be-nin formasıdır. Burada ikinci dəfə be yazmama ehtiyacı olmurdu. Çünki əmizar özü zaten be deməkdir. Amma will shall to be-nin bir forması deyil. Will shall gələcək zamanın köməkçi feilidir. Və mənə be lazımdır. Bu deməkdir ki, onlardan sonra gərək be-ni yazım. Will be, shall be able to. Sualda will shall cümlənin qabağına keçir. Be-ni cümlənin qabağına keçirmək olmaz. Ancaq will ilə shall-i cümlənin qabağına keçirəcəm. Gördün, will ilə bir yerdə be də cümlənin qabağına keçib, səhv olacaq. Məsələn, they will be able to watch. Mən bunu düzəltmək istəsəm, will-i bir dənə qabağa keçəcəm. Will they be? Sənə desə will be they, bu səhvdir. Be-ni tərpətmirsən. Sualda dediği will shall cümlənin qabağına keçir. İnkarda da will shall not qəbul edəcək. Eyni qayda digərlərinə də aiddir. İndiki bitmiş zamanda have has'dan istifadə olunacaq. Keçmiş bitmişdə had'dan. Have been, has been able to. Keçmiş bitmişdə də had been able to. Bu have has'at bitmiş zamanların köməkçi feilidir. Və özündən sonra been gəlir. Be yox. Zaten sənə have be, has be verməz. Heç bir sualda. O ayrı məsələ. Amma bilməlisən. Have has'atdan sonra həmişə verb 3 verb 2 gəlir. Yəni feilin üçüncü forması ya da idili forması. Ona görə də have-dən sonra, has-dan sonra, həmçinin had-dən sonra be gəlmir. Been gəlir. Yəni ki, to be-nin üçüncü forması. Bunu keçdik. Gəldik have to-ya. Çevirim. Have to modal feili lazımlıdır. Demək olar bütün testlərin içində düşəcək. Bunu get əzbərlə. Başqa variantın yoxdur. Əzbərlənəsə çox da bir şey yoxdur. Əsas 1-2 məqam var. Onlara fikir versən, qalanlar sadədir. Have to modal feili sual inkarı özü ilə düzəltmir. Paşamız heç bir iş görməyəcək burada. Yəni sən have ilə to bax, yapışıq əkizlərdir. Bu ikisini ayıra bilməzsən. Have ilə to'nun arasına sən nəsə saldınsa, həmin cümlə səhvdir. Bu have ilə to həmişə yanaşı gələcək. Heç vaxt bu ikisinin arasına nəsə salmazsan. Ona görə də deyirik ki, burada aşağıda yazılıb bax. Deyirik ki, haven't to, hasn't to, hadn't to ifadələri səhvdir. Çünki have ilə to'nun arasına not salmışam. Has ilə to'nun arasına not salmışam. Eyni qaydada had ilə to'nun arasına not salmışam. Səhvdir. Olmaz. Niyə olmaz? İndi onlardan danışacağıq. Baxırıq. Have to verb one'dır. Yəni ki, modal feilin birinci forması. Verb one nədir bilirik ümumiyyətcə? Verb one feilin olduğu kimi qaldığı halıdır. Nə şəxsən, nə kəmiyyətlə, nə zamana görə dəyişmir. Məsələn, have to-nu şəxsə görə dəyişdirir. Üçüncü şəxsin təkində nə olacaq? Has to olar, düzdür? Has to üçüncü şəxsə görə dəyişmiş formadır. Verb one isə odur ki, bu üçüncü şəxsə görə dəyişməsin. Əgər sənə hardasa deyirsə ki, nə bilim, plan köməkçi feildən sonra, modal feildən sonra verb one gəlməlidir. O demək ki, sən ora ancaq have to qoya bilərsən, has to qoya bilməzsən. Şəxsə, kəmiyyətə, zamana görə dəyişməyəcəm. İndi buna əsasən deyirik ki, do, does, diddən sonra
Ancaq verb one gəlir. Feilin birinci forması. Bu konkret qaydadır. Yəni do, does, diddən sonra sən ancaq have to yaza bilərsən. Has to yaza bilməzsən. Has to gördünsə səhv olacaq. Sənə verir testlərin içində görəcəksiniz yazır does has to. Does has to. Bu səhvdir. Çünki dedim ki, does'dan sonra verb one gəlir, birinci forma. Has to dəyişmiş formadır. Mən bura have to yazmalıyım. Feilin özü gəlməlidir. Başa düşdünüz? Elə bil ki, bir var deyirəm go, bir var deyirəm go. Məsələn, yazılım. Bir var deyirəm go, bir də var deyirəm go. Go verb one'dır. Feilin birinci forması. Go artıq üçüncü şəxsə görə dəyişib. Bu verb one'dır deyil. Has to da eyni şəkildə. Has to üçüncü şəxsə görə dəyişmiş formadır. Bunu nəyə görə deyirəm? Testlərdə qalanımız çox çıxacaq. Baxırıq indi. Sənə versin cümlə içərisində have to yazsa, bu o deməkdir ki, bu cümlə indiki zamandadır. Və ya has to yazsa, bu o deməkdir ki, cümlə indiki zamandadır. Və sən indiki zamanda sual inkar yaratmaq istəyirsənsə, sən nə etməlisən? İndiki sadə zamanın köməkçi feilindən istifadə etməlisən. İndiki sadə zamanın köməkçi feili do, does. Do, does. Sual inkarı bundan düzəldəcəksən. İnkarda do, does'ın üzərinə not gələcək. Sualda do, does cümlənin qabağına keçəcək. Məsələn, she has to clean all the room. Cümlə indiki zamandadır. Çünki has to olduğu kimi, yəni birinci formadır da bu. Üçüncü şəxsin təkinə görə dəyişib. Heç bir dəyişiklik yoxdur başqa. Cümlə indiki zamandadır və üçüncü şəxsin təkindədir. Mən bunu düzəltmək üçün deyəcəm ki, she üçüncü şəxsin təkidir deyə doesn't, does not. Have to və has'i çevirdim have-ə. Çünki mən üçüncü şəxsin təkini düzəltmək üçün does istifadə edirəm. Does o deməkdir ki, müftədam təkdədir. Özündən sonra bir dəfə də təkdə feil yazmama ehtiyac yoxdur. Has to-nun yeri yoxdur orada. Bura kimi hər şey aydındır uşaqlar. Sual olan var? Keçdi, keçmiş zamanı. Cümlə içərisində gördünüzsə had to yazılıb. Bu o deməkdir ki, have to had to-ya çevrilib. Düzdür? Keçmiş zamana çevrilib də yəni. Yəni ki, cümlə keçmişdədir. Cümlə keçmişdədirsə, mən keçmişin köməkçi feilini istifadə edəcəm. Did. Sualda did cümlənin qabağına keçəcək. İnkarda didin üzərinə not gələcəksən. Olacaq didn't have to. Bayaq dediyik ki, do, does, diddən sonra ancaq have to gəlir. Bax, ona görə. Didn't have to. Gələcək zaman sadədir. Qabağına will shall qoyursan, olur gələcək zaman. Sualda will shall qabağa keçir. İnkarda will shall üzərinə not gəlirsən. Bir də var bitmiş formalar. Bitmiş formalarda yazır have, had to, has, had to və ya had to. Tələbə had to-nu görəndə deyir, a, səhvdir. Soruşanda niyə səhvdir? Deyir, 2 dənə had yanaşı gəlib də. Dəxlisi yox. Buradakı birinci had bitmiş zamanın hədidir, köməkçi feili. Had to isə modal feilimdir. Nə vaxt səhv olar bilirsiniz? Sənə yazsa cümlə içərisində have to. Ki qabağımıza çıxacaq abi. Have to səhvdir. Çünki have-dən sonra had to gəlməlidir. Zamanları keçəndə inşallah baxacaqsınız. Bitmiş zamanın konkret strukturu var. Bitmiş zaman bu formada olur. Have, has, had, üstə gəl. Onda she did, had to səhvdir. Təbii ki, səhvdir. Səriyə, onu danışacağım indi, səbirli oku bir də bunu deyim. Have, has, haddən sonra ancaq verb 3 verb 7 gəlir. Yəni, feilin keçmiş versiyası gəlir. Buna görə də biz have-dən, has-dən, haddən sonra ancaq keçmişdə modal feil qoymalıyıq. O da have to yox, had to-dur. Keçmişə çevirməliyim. Sualda inkarda have, has, haddən istifadə edəcəm. Sualda have, has, had cümlənin qabağına keçir. İnkarda da have, has, hadın üzərinə not əlavə olunur. Olur burada hadn't, had to. Yazım qoy aşağıda. Hadi yuxarıda. Olur məsələn hadn't, had to. Bunu görəndə düzdür bu. Səhv yoxdur burada. Səhv kimi götürməyin. Və ya ola bilər yazsın haven't,
had to. Bu ifadələri gördünsə, burada heç bir səhv yoxdur. Bunu düz götürəcəksiniz. İndi Səriyə nəsə bir şey yazdı burada. Səriyə ümumiyyətcə did she had to she did had to ifadəsi səhvdir. Nəyə görə səhvdir? Bax, keçmiş zamanın köməkçi feili uşaqlar dedik diddir, düzdür? Did bilirsin nə vaxt istifadə olunur? Ya sualda, ya inkarda. Sənin yazdığın Səriyə nəqli cümlədir. Yəni o cümlə nə inkarda deyil, nə də sualda deyil. Sən durduq yerə cümləyə did əlavə edə bilməzsən. Cümlədə had to-nu gördünsə, bu o deməkdir ki, feilim keçmişə çevrilib, have to had to-ya çevrilib də düzdür? Feilim keçmişə çevrilib, deməli bu cümlə keçmişdədir. Mənim bu cümlənin keçmişdə olduğunu göstərməyim üçün ora did yazmama ehtiyac yoxdur. Didi mən ya sualda, ya da inkarda istifadə edirəm. Cümlə nəqlidirsə, orada nə did, nə də başqa bir köməkçi feilə ehtiyac yoxdur. Sən ancaq ya sual, ya da inkarda istifadə edəcəksən. Onda da olur didn't have to. She didn't have to. Sən yazmışsan məsələn burada did have to. Did have to da səhvdir. Çünki normalda did have to deyə bir şey demirik. Ya didn't have to deyirik, ya da cümlənin qabağına did keçiririk, onu da have to deyirik. Başa düşdün nə demək istəyirəm? Qoy cümlə içində bunu yazın, belə qarışıq olacaqmız. Məsələn, bir dənə cümlə yazaq. Boşluq bir yer tapıram. Bir gün mara boşluq. Hə. Məsələn, bir dənə cümlə yazaq. Nə yazaq? Yaxşı olsun. Sizə də xoş olsun, mənə də xoş olsun. She had to clean, tutaq ki. Clean her home. Evini təmizləməlidir. Tutaq ki. Geri bura he yazardım, amma neysə. İndi mənim bu cümləmdə had to-nu görəndə sən bilirsən ki, bu cümlə keçmişdədir. Çünki have to modal feilim had to-ya çevrilib, keçmişə. Bu cümləcə keçmişdədir. Bura kimi hər şey aydındır. Mən burada inkar düzəltmək istəsəm, yazacağım she didn't have to. Sual düzəltmək istəsəm, deyəcəm ki, did she have to. Amma mən heç vaxt deyə bilmərəm ki, she did have to. Nə də deyə bilmərəm ki, she did have to. Bu ifadələrin hər ikisi səhv. Çünki nəqli cümlədə did istifadə olunmur. Ya inkarda, ya da sualda did istifadə edirik. Eyni qayda do-does-a da aiddir. Durduq yerə cümləyə do-does əlavə edə bilmərik. Cümlə ya inkarda olmalı, ya da sualda olmalı. Başa düşdün Səriyə? Bəli, başa düşdüm. Hə, əsas məsələ odur, bax. Çünki nəyə görə bunu aydın formada təzədən izah elədim? Çünki qabağımıza çıxacaq. Qabağına çıxanda səhv götürmə ehtimalı var, əgər başa düşməsən. Durduq yerə do-does dedi qoymuruq cümləyə. İndi gəldik əsas qaydalarımızdan birinə. Bir dənə bunu konspektləşdirək. Haven't to, hasn't to, hadn't to ifadələri səhvdir. Çünki have ilə to-nun arasına heç nə girməz. Gördünsə, bu ikisi bir-birindən ayrılıb. Deməli, həmin variant səhv. Yaxşı. İndi keçirik öbürsinə. Need. Need haqqında uzun danışasıyam. Ona görə hazır olun. Bu arada need hər yerdə qabağımıza çıxacaq. Have to kimi. Modal feilin əsası bir elə needdir, bir də have to'dur. Bu ikisini bilmək şərtdir. Çünki təkcə modal feildə qabağımıza çıxmayacaq da. Digər qaydaların içində də varlar. Ən çox da inkarda. Başladıq. Need bir cümlədə əsas feil olur. Əsas feil. Bir də need modal feil olur. Need modal feil. Modal. Yazdım bunu. Onun qaydasını yazdım, sonra izahatını verəcəm. Need əgər əsas feildirsə, özündən sonra bir isim gəlir. Bir to'lu feil gəlir. To'lu feil. Bir də ing'li feil gəlir. Verb ing. Bir də inkarı düzəlir köməkçi feillə. Köməkçi feilin
Köməkçi fe'l deyəndə do, does'dan söhbət gedir. Do, does və s. Do, does, did, will, shall, would, should, have, has, had. Bunlardan söhbət gedir köməkçi fe'l deyəndə. Köməkçi fe'lin üzərinə not gəlməklə düzəldəcəm. Bir də var need modal fe'l. Need modal fe'l olanda özü inkarlaşır. Dedi ki, have to və to be able to'dan başqa bütün modal fe'llər inkarını özü düzəldir. Yəni need modal fe'ldirsə inkarını özü düzəldəcək olacaq needn't. Və özündən sonra ancaq və ancaq to'suz fe'l gəlir. To'lu fe'l olmaz, ing'li olmaz. Şimdi gəlin bunu açaq. Need nəyə görə? Əsas fe'l olanda özündən sonra isim gəlir, to'lu fe'l gəlir, ing'li fe'l gəlir və modal fe'l olanda nəyə görə? To'suz fe'l gəlir. Baxırıq. Əsas fe'l nə deməkdir? Birinci onu başa düşək. Əsas fe'l uşaqlar xəbərdir. Neçə dəqiqə? Ekran getdi. Hə. Deməli, need dedi ki, əsas fe'ldirsə xəbərdir. Ümumiyyətlə yazıda saxlanın cümlədə bir əsas fe'l var, bir köməkçi fe'l var, bir də modal fe'l var. Əsas fe'l cümlənin xəbəridir. İndi cümlənin strukturuna baxırıq. Birinci mübtəda gəlir, sonra xəbər gəlir, sonra tamamlıq gəlir. Bu ingilis dilində cümlənin strukturudur. Bu dəyişə bilməz. Xəbər əsas fe'ldir. Tamamlıq isə cümlədə ya isim olur, ya da məsdər olur. Məsdər də iki formada olur. Bir, to'lu, to üstə gəl vurğun. Bir də ing'li. Mənim tutaq ki, deyirəm ki, mənim onun oxumağından xoşum gəlir. Mənim nədən xoşum gəlir? Onun oxumağından. Oxumaq nə deməkdir? Məsdər. Məsdər də to'lu olur. Yəni sözümün canı, əgər ki need əsas fe'ldirsə, yəni cümlənin xəbəridirsə, özündən sonra tamamlıq gəlməlidir. Tamamlıq da bir isim olur, bir məsdər olur. Buna görə deyirik ki, need əsas fe'l olanda özündən sonra ya isim gəlir, ya da to'lu ing'li fe'l gəlir. Və indi bir dənə cümlə yazıram. I go sadəsindən. Bunu inkarlaşdırın mənə görüm. Bunu necə inkarlaşdırarsınız? Go. Bir də eşitmədim. I don't. I don't go, bəli. Don't nədir? Köməkçi fe'l. Heç görərsiniz ki, yazılsın I gone. Görməzsiniz. Çünki mübtədam I'dır, go xəbərimdir. Xəbərin üzərinə heç vaxt not əlavə olunmur. Bax, buradan yadınıza saxlayacaqsınız. Gone deyə bir şey yoxdur. I don't go deyirəm. Yəni xəbərin üzərinə heç vaxt not gəlinmir. Buna görə də deyirik ki, əgər need əsas fe'ldirsə, yəni cümlənin xəbəridirsə, özü heç vaxt not qəbul etməz. Çünki xəbərə necə go-ya not əlavə etmirəmsə, need-ə də not əlavə etməyəcəm. Düzəldəcəm köməkçi fe'lini, yəni do, does, did-lə do, does-ın üzərinə not əlavə edirəm, düzəldirəm, need-i əsas fe'l kimi. Şimdi gəldim bir də bunun modal fe'l formasına. Bir dənə tez modaldan da danışım, sonra keçək vizazacı. Need modal fe'ldirsə, cümlədə konkret şəkildə bunu bilməlisiniz. Bu məlumatı bilsəz, yazacaqsınız. Cümlədə mütləq şəkildə mübtəda xəbər tamamlıq olmalı dedim, düzdür? Birinci mübtəda gəlir, sonra xəbər gəlir, sonra tamamlıq gəlir. Xəbərdən qabaq onun təyin ediciləri gələ bilər. Təyin edici nədir? Modal fe'l, bir də köməkçi fe'l. Modal fe'ldən sonra mütləq şəkildə xəbər gəlməlidir. Yəni əsas fe'l. Köməkçi fe'ldən sonra da həmçinin mütləq şəkildə xəbər gəlməlidir. Xəbər əsas fe'l deməkdir. Yəni ki, sənə modal fe'l versə, modal fe'ldən sonra xəbər verməsə, bu o deməkdir ki, cümlənin xəbəri yoxdur. Cümlədə xəbər olmasa heç cümlə olar? Yox. Yəni cümlənin düzəldən ilə mübtəda xəbərdir də. Sənə modal fe'ldən sonra xəbər verməsə, burada cümlə zadı yox. Yəni həmin variant səhv. İndi cümlə içərisində bunu yazaq. Eyni formada köməkçi fe'lə dair. Köməkçi fe'lər do, does, did, bax bunlardır. Köməkçi fe'ldən sonra sənə xəbər verməsə, həmin cümlə səhvdir. Yəni orada cümlə yoxdur ümumiyyətcə. Məsələn, yazır I needn't your help. Baxırsan ki, your help nədir? Tamamlıq, sənin köməyin bu isimdir. I da mübtədadır. Demişik, mübtədadan sonra xəbər gəlir, sonra da tamamlıq gəlir. Düzdür? Tamamlıq. İndi mənim burada xəbərim gəlibsə, need deməli xəbərdir.
Biz də dedik ki, xəbər not qəbul eləmir də. Deməli, bu ifadə səhvdir. Bu nə vaxt düz olar? Əgər yazılsaydı ki, I don't need your help, bu düz olardı. Başa düşdük? Needn't-ın düz olduğu versiyaya baxaq indi. Nə vaxt elə cümlə yazaq ki, needn't düz olsun da, səhv olmasın. Yazırsan, hə? I needn't go. Bax, bu düzdür. Nəyə görə? I mübtədamdır, needn't modal feilimdir. Modal feil. Go xəbərimdir. Mən dedim ki, modal feildən sonra xəbər gəlməlidir. Gəlibsə düzdür. Bilirsiniz, bura niyə to əlavə olunmur? Çünki incə dedim ki, to məstəri bildirir. Əgər feilin qabağına to qoyulsa, bu məstərdir. Və məstər cümlədə tamamlıq vəzifəsini daşıyır. Mənə lazımdır modal feildən sonra nə gəlsin? Xəbər. Xəbərin qabağına to qoyulmaz. Ona görə də deyirik ki, needn't to ifadəsi səhvdir. Needn't to ifadəsi səhvdir. Yəni ki, notun olduğu yerdə to olmaz, to'nun olduğu yerdə not olmaz. Needn't düzdür, need to düzdür. Amma needn't to səhvdir. Konspektləşdirirəm. Cümlə içərisində needn't to, haven't to, hasn't to, hadn't to gördünsə, həmin variantlar səhv olacaq. Aydındır mı hamıya? Aydın deyil. Aydındır. Okey. Modal feillərin testlərini yazmaq asandır. Sizə çıxdaşla yazmaq öyrədəcəm. Bax, tutaq ki, sən 5 dənə variantın var, düzdür? 5 variantdan bunlar silinsəydi bir dənə. Hə, 5 dənə variantın var. Variantın birini yazır ought. Sən bilirsən ki, ought-un to'su olmalıdır da. Ought to'dur modal feilim. Deməli, həmin variant səhvdir. Birinə də yazır haven't to. Sən bilirsən ki, haven't to ifadəsi də səhvdir. Öyrənmirsən. Bilirsən ki, haven't to deyə bir şey yox. 2 dənə variantı çıxdın. Geriyə qaldı 3 dənə variantın. 3 variantdan ikisi təsdiq, biri inkardırsa cavab inkar olan olacaq. Yəni azlıq nədirsə cavab odur. Və ya 3 variantdan ikisi inkar, biri təsdiqlisə cavabın təsdiq olan olacaq. Eyni qayda 4 variant arasında qalanda da aiddir həmçinin. Birini çıxmısan, ought-un to'su yoxdur, çıxdın. Geriyə qaldı 4 dənə variantın. Həmin o 4 variantdan 3'ü təsdiq, biri inkardırsa cavabı inkar olandır. Yox, əksinə. 3 inkar, 1 təsdiq varsa, deməli cavabım təsdiq olandır. Yox, sən 3 variantı çıxmısansa, geriyə 2 variantın qalıbsa, onda üzə baxırsan tərcüməyə. Məsələn, yazır ki, telefonlar ziyanlı olduğu üçün uşaqlara telefon verilməlidir və verilməməlidir. 2 dənə variantın qalır. Sən inkarı yazacaqsan üzə. Variantın birini yazır should, birini yazır shouldn't. Sən də bilirsən ki, zərarlı olduğuna görə verilməməlidir deməliyəm. Götürürsən, inkarı yazırsan. 2 variant arasında qalanı tərcüməyə baxacaqsın. Bir-iki dənə testə baxaq, qalanını özünüz yazarsınız. Çeviriyorlar gerek. Aha. Mesela birinci test. Bakın. Birinci testte yazıp ki çevir Kutar. Ruslan Bey neyinirsən? Müəllim deyil, üzr sayın. Narahat olma. Hə, deməli. Birincidə görürsünüz uşaqlar, out'un to'su yoxdur. D bəndi səhvdir. Amma A, B, C, Y düzdür. İndi mustn't, couldn't, can't. 3 dənə inkarım, bir dənə təsdiqim var. Cavabım təsdiq olan. İkinci, hadn't ifadəsi səhvdir. Was able'ın to'su yoxdur, səhvdir. Geriyə qaldı 3 dənə variantım. Can, could, couldn't. 2 dənə təsdiq, bir inkar var. Cavabım inkar olan. Başa düşdük? Bəli. Bu arada bir şey deyim. Will not to be able to'nun gələcək zaman versiyası necə yazılır? Will be able to, düzdür? Able to. Will be able to'nu inkarlaşdıranda yazılır ki will not be able to. Bir də bunu qısa formada yazır. Will not'u birləşdirir, yazır won't. W-O-N-T. Won't
Able to. Will ilə not birləşəndə olur want. Testdə sənə bunu verəcək, sən də götürəcəksən düz kimi. Bu da çıxacaq səhv. Nəyə görə səhvdir bu? B'si yoxdur ona görə. Bəli, won't be able to olmalıdır. Tələbə çox vaxt elə bilir bu düzdür, düz götürür. Xeyr. Bu cümlədə be var. Won't be able to olmalıdır. Ona görə də səhvdir. Məsələn, burada 10-cu sualda B bəndində won't able to. Görüb düz götürsən, testin səhv çıxacaq. Çünki o variantda be yoxdur. Won't be able to olmalıdır. 10-cu sualın cavabı nədir? Mənə deyin, söhbəti bağlayaq. D variantı. D. Aha. Bəli. Çünki uşaqlar boşluqdan sonra to-nu verib. Sən burada to ilə işlənənləri seçəcəksən. Will have to. Testlərini inşallah ki evdə işləyirsiniz. Dim toplu 2023-də səhifə 136-dadır. Bu aşağıda 136 yazılıbdır. Testləri modal fildə işləyirsiniz. Common verblərdən də 150 dənə söz öyrənib gəlirsiniz. Yaxşı? Mən bir dənə sualım var mənim. Rekorda atasız bilirəm, oradan da baxacağam. Amma to be able to-dan bir qayda dediniz, amma mən o diqqətim orada deyildi. Bu verdiyim sualdaydı, üzrlü sayın. Dediniz, deyəsən nəsə have, has plus verb 3 olurdu, V3. O qayda mən Hə. tam başa düşmədim. O nə idisə artıq. Biz have-dən sonra have been able to deyirik. Bax, have-dən sonra be demirik, been deyirik. Çünki have həsəddən sonra verb 3 verb 2 gəlir. Yəni feilin üçüncü versiyası ya da idili versiyası. Ona görə də to be-ni də üçüncü formaya salırıq. Olur have been. Yəni bu çox da önəmli bir qayda deyil. Prosta ki, demək istədim ki, yəni məlumatınız olsun da. Testdə sənə zaten bunu səhv verməz. Yəni bunu salmır dim. Amma yenə də Tamam. sən bil. Yaxşı mı? Tamam, oldu mənim. Çox sağ olun. Sən də sağ ol. Uşaqlar, indi quiz işləyirsiniz. Quiz atıram sizə. Elan qrupuna atacağım. Başlayın yazmağa. Qoy online'a da atım. Quizi yazın. Yarım saat vaxtınız var. Yarım saatdan sonra dinləmə göndərəcəm. Yaxşı? Açdı hamı PDF-i. Əziz insanlar. Hə, okey. Açmısınız? Lap yaxşı. Başlayın yazmağa.